Salam dostlar, hər vaxtınız xeyir olsun. Bu videoda mən sizə pulsuz fon şirkətini təqdim edəcəm. Yəni bu pulsuz fon şirkəti ilə siz girib trade eləyib və müəyyən hədiyyələr qazana bilərsiniz. Videonun açıqlama qismində link qoyacağam. Demək, istifadə edəcəyimiz fon şirkəti Funding Pips fon şirkətidir. Linkdən qeydiyyatdan keçərsiniz. Daha sonra qeydiyyatdan keçdikdən sonra baxın, belə bir pəncərə qarşılayacaq sizi. Və KYC eləməyiniz də məsləhətdir, yəni kimlik doğrularınızı bilsinlər deyənə. Baxın, burada 4-cü competitions yazılıb. Baxın, yəni medal simvolunda. Bura daxil oluruq. Daxil olandan sonra baxın, burada aşağıda göy rəngdə view knopkası var. View-a da daxil oluruq. Və burada baxın, bir saniyə, join. Join, yəni başlamaq. Bura daxil oluruq. Confirm deyirik. Hal-hazırda bizə 100.000 dollar həcmində fon hesabı verəcək. Baxın, hal-hazırda mənə verdi. 100.000'lik fon hesabıdır, yəni tam pulsuz olaraq. Və bir şey də sizin nəzərinizə çatdırım ki, bu fon şirkətini yalnız və yalnız MaxTrader platformasında istifadə eləmək olar. Yəni, bunu məsəl üçün MetaTrader 4 və yaxud da MetaTrader 5 bu kimi platformalara qoşub istifadə eləmək olmur. Yalnız və yalnız dediyim kimi MaxTrader platformasında əməliyyatlarınızı ala bilərsiniz. İndi isə sizə izah edeyim ki, MaxTrader platformasına bu fon hesabını necə qoşurlar. Baxın dostlar, burada credentials yazılıb. İndi mən təhlükəsizlik səbəbi ilə daxil olmuram, çünki mənim öz hesabım görsənəcək, login və parolum. Bax, bura daxil olacaqsınız bu hissəyə. Daxil olandan sonra kiçik bir pəncərə açılacaq. Orada sizin emalinizi göstərəcək və sizə avtomatik təyin olunmuş bir parol verəcək. Həmin o login ilə parolu götürəcəksiniz. Yenə deyirəm, bax, bura daxil olandan sonra balaca bir pəncərə açılacaq və pəncərədə aşağıda yazılacaq Open MaxTrader. Ona daxil olandan sonra, baxın, bu platformaya sizi yönləndirəcək. İndi mən hal-hazırda qoşmuşam. Siz bu platformaya daxil olandan sonra dediyim kimi loginlə, emailizlə parolünüzü yazıb daxil olacaqsınız və daxil olandan sonra baxın, belə bir platforma qarşılayacaq. Yəni, necə biz əməliyyatlarımızı MetaTrader 4, MetaTrader 5 və digər platformalarda əməliyyat aldığımız kimi, bu da həmin platformalardan biridir. Biraz istifadə qaydası fərqlidir. Amma hər bir halda burada görürsünüz, burada digər forex valyutaları, bitcoin, qızıl, euro, gümüş və s. valyutaları var. Burada da gördüyünüz kimi lotunuzu yazırsınız. Bu long alətidir, yəni bu long üçün olan knopkadır. Bu isə short üçün olan knopkadır, yəni çox sadə. İndi isə belə deyim, bu fon şirkəti tam-tamına bir ay müddətinə davam edir. Yəni, ayın sonuna qədər davam edir. Kim ki 100.000'lik hesabı bir ay müddətində, təbii ki, iştirakçılar çoxdur, dünyanın müxtəlif ölkələrindən iştirakçılar qoşulur. Bir ay ərzində kim bu 100.000'lik fonu ən çox böyütsə, həmin iştirakçılara sıralamaya görə təbii ki, müəyyən hədiyyələr verir. Baxın, hal-hazırda hədiyyələr bunlardır. Demək, birinci yerə 100.000'lik pulsuz fon hesabı verir və əlavə olaraq 1500 dollar. İkinci yerə yenə də 100.000'lik fon hesabı verir, 1200 dollar. Üçüncü yerə isə yenə də 100.000'lik fon hesabı və əlavə olaraq 1000 dollar pul verir. Demək, dördüncü yerə 100.000'lik, sadəcə 100.000'lik pulsuz fon hesabı verir. Halbuki bunun qiyməti də hardasa düşünürəm ki, bir 200-300 dollar var. Beşinci yerə 50.000'lik fon hesabı, 6-cı yerlə 10-cu yer arasında 25.000'lik fon hesabı, 11 ilə 20-ci yerlər arasında isə 10.000'lik pulsuz fon hesabı verəcək. Dediyim kimi dostlar, burada əməliyyatlar açmalısınız. Yəni, bir ay içində kim bu 100.000'lik hesabı, 100.000 dollarlıq hesabı, fon hesabını, yəni düşünün ki, konkurs kimidir, amma yəni buna pul vermişsiniz, bir qəpik pulu çıxmır. Yəni, dediyim kimi, sıralamaya düşsəniz, yəni bu cür hədiyyələr qazana bilər. Kim bilər, bəlkə birinci yerə düşəcəksiniz, 1500 dollar pul verəcək və yaxud üçüncü yerə düşə bilərsiniz, 1000 dollar verəcək. Yəni dediyim kimi, əsas odur ki, burada cibimizdən bir qəpik də olsun, pul xərcləmirik.
Və təbii ki, dostlar, hər bir fon şirkətində olduğu kimi bu fon şirkətində özünə görə qaydalar var. Yəni 100.000 dollarlıq hesabı verirsinizsə, amma deyir ki, ümumi olaraq fon hesabının 10%-ni itirsəz əgər, yəni 10%-ni, 10.000 dolları ümumi olaraq itirsəz, fon şirkəti bu hesabı sizi bloklayır. Və daily loss da var təbii ki. Daily loss isə 5%-i, bu da 5.000 dollar edir. Yəni 100.000 dollardan 5.000 dollar itirsəz, yenə də fon hesabı bağlanacaq. Yəni bu qaydalara riayət eləmək lazımdır ki, fon şirkətini, fon hesabını daha doğrusu sizin əlinizdən almasınlar. Və bacardığınız qədər ay sonuna qədər, yəni aprel ayının sonuna qədər bu hesabı böyütmək lazımdır. Video bu qədər idi dostlar. Əgər yenə deyirəm, link qoyacağım aşağıda videonun açıqlama qismində. O linklə qeydiyyatdan keçib, KYC eləyib, daha sonra əməliyyatlarınızı ala bilərsiniz. Hər kəsə uğurlar olsun. Və əlavə olaraq yenə də kiminsə nəsə sözü sualı olsa, Telegram kanalımızda yaza bilər. Sağ olun, hələlik.